Şahidlər salam. 17 may 2026-cı il tarixində 10-cu sinif 2-ci və 3-cü qruplar üçün keçirilmiş güvən sınavının tarix sualları ilə izah ilə tanış olaq. 61-ci sualda Urmiya və Quba xanlıqları üçün ortaq xüsusiyyət istəyir bizdən. Qarabağ xanlığının hərbi yurd təşkil olunması bu doğru cavabdır. Belə ki, 1759-cu ildə Urmiyalı Fətəli xan, 1780-81-ci illərdə isə Qubalı Fətəli xan Qarabağa yürüş eləmişdir. Şamaq xanlığının ərazisinin bölüşdürülməsi bu yalnız Quba xanlığına aiddir. Əfşar tayfasının xan təbliğ olunması Urmiya xanlığına aiddir. Şək xanlığa əsas salınması hər ikisi xanlığa ortaq xüsusiyyətdir. Belə ki, Urmiyalı Fətəli xan Azərbaycanın şimalında 3 xanlığı tabe eləmişdi ki, onlardan biri Şək idi. Qubalı Fətəli xan da 1785-ci ildə Şək xanlığını tabe etmişdi. Doğru cavabımız 1 və 4. Daha əvvəl baş vermişdir Çaldıran döyüşü 1514. Osmanlı ilə Venesiyanın Ağqoyunlu ilə hərbi ittifaqa daxil olması 1472, Beyşəhir döyüşündən öncə, Əbhər sadışı 1500, Dərbəndlər Sulhasının hakimiyyətə gəlməsi 1382 və Cəlalərin hakimiyyətə son qoyulması 1410 Əsəd döyüşü ilə. Daha əvvəl deyil üçün doğru cavabımız D variantı. Xəritə sxem üzərində yanlış məlumatları müəyyən edin. Otçilik müharibədə iştirak etməsi. Bildiyimiz kimi Otçilik müharibə 1618-1648-ci illərdə baş verib və İngiltərə burada iştirak etməyib. Bu yanlış məlumatdır. Habsburqlar sülaləsinin hökmranlıq etməsi. Habsburqlar sülaləsi bildiyimiz kimi Almaniya, müqəddəs Roma imperiyası, Avstriya ərazilərini demək və İtaliyanı idarə edirdi. Və Habsburg sülalesi burada Almaniya ərazisi kimi göstərilib. Bu da doğru cavabdır. Azincourt döyüşü 1415-ci ildə baş verib və burada Fransa ərazisi göstərilib. Fransa qələbə deyil, məğlubiyyətlə üzləşib. Bu da yanlış cavabdır. Latin imperiyasının meydana gəlməsi də bildiyimiz kimi Latin imperiyası 1204-cü ildən 1261-ci ilə qədər mövcud olub. Bizansın 4-cü xaç yürüşündən məruz qalmasına yaranmışdı. Bu da doğru cavabdır. Bizdən yanlış istədiyinə görə doğru cavabımız 1 və 3 A variantı. Şah 1-ci Abbasın hakimiyyəti illərinin Azərbaycan memarlığının xarakteri idi. Bildiyimiz kimi Şah 1-ci Abbas 1587-1629-cu illərdə hakimiyyətdə olub və o hakimiyyət dövründə Ordubadda Qeysəriyyə, yəni bazar tikdirmişdi. Doğru cavabımız C variantı. Karra döyüşündə, yəni eradan əvvəl 53-cü ildə Parfiyanın qələbəsinin təsir edən amil bildiyimiz kimi bu döyüşdə Parfiyanın müttəfiqi Atropatena idi və Atropatena döyüşçüləri burada Parfiyaya, Romaya qarşı mübarizədə kömək edirdi. 12-ci yüzillikdə Papa ilə mübarizə nəticəsində Müqəddəs imperiyası. Demək, bildiyimiz kimi həm İngiltərə, həm Fransa, həm Almaniya ərazilərində kral və papa arasında mübarizə baş vermişdi. Bu mübarizələrdən yalnız Fransa qalib gəlmişdi 4-cü Filippin dövründə, amma İngiltərə və Almaniya kralları məğlub olmuşdu. Yəni Müqəddəs imperatorları məğlub olmuşdu. İndi burada Müqəddəs imperiyasını soruşur. Bildiyimiz kimi burada məğlub olan Müqəddəs imperatoru demək öz ərazilərindən də demək nüfuzunu itirmiş oldu. Yəni Almaniya və İtaliyada nüfuzunu itirdi və nəticədə də müstəqil knyazlıqlara parçalandı. Yəni Almaniya birləşə bilmədi Müqəddəs Roma. Doğru cavabımız E variantı. Demək 67-ci sual. Sərb nəticədə qalan Dorveli bəndi müəyyən edir. Rus qoşunlarının Xəzər sahil vilayətləri tamamilə tərk etməsi bildiyimiz kimi 1735-ci il Gəncə müqaviləsinə aiddir. Şirvanda yarımüstəqil xanlığın meydana gəlməsi isə 1724 İstanbul müqaviləsinin maddələrindən biridir. Yanlışdır. Qızılqaya xəyanəti Şək xanlığının məğlub olması deyil, qalib gəlməsi yazmalı idi. Gürcüstan müqaviləsi 1813-cü ildə imzalanıb və burada ermənilərin kütləvi köçündən söhbət getmir. Bu Türkmənçay sülhüdür. Türkmənçay sülhü də 1828-ci ildədir. Yanlışdır bu da. Qarabağ xanlığı ilə Gürcü Çarlığın Gəncəyə hücumu, bəli, 1780-ci ildə olmuşdu bu yürüş və 83-ə qədər burada hakimiyyətdə qalmışdılar. Nəticədə Gəncədə 2 hakimiyyətli yaradılmışdı. Doğru cavabdır. Şək 2-ci Abbasın Terek çayı boyunca Rus hərbi məskəni dağıtması 1653-1662-ci illər Rusiya ilə münaqişənin gedişində olub və Azərbaycan torpaqlarının Pyotrun yürüşünə məruz qalması 1722-dir. Yəni bu dövr Pyotr deyil, Aleksey Mixayloviçin dövrüdür Rusiyada. Bu da yanlış cavabdır. 16-cı əsrin 20-ci illəri və 17-ci əsrin 80-ci illəri Osmanlı dövləti. Bu rahat bir sual dəsində. Bildiyimiz kimi 1529-cu ildə Viyanaya birinci dəfə yürüş edən Osmanlılar, ikinci dəfə 1683-cü ildə bu yürüşdə uğursuz olmuşlar. Yəni hər ikisinə oxşarlıq Viyanaya yürüş edilməsi və Viyananın tutula bilməməsi idi. Doğru cavabımız C variantı. Tarix proseslərinin məntiqi aracılığını tamamlayın.
Gürcü Çar 4-cü Davidin ölümü bu bildiyimiz kimi 1125-ci ildə baş verib. Gürcülər Şirvanı tərk edir. Bundan sonra nəticədə hakimiyyətdə olan Şirvanşah hökmdarı 3-cü Mənçöhür müstəqilliyini bərpa eləyir. Yəni B variantı və nəticədə də Gürcülərlə dost əlaqələri saxlanılır. Yəni D variantı. B və D-ni qeyd edə bilərik. Burada ardıcılıqla 3B, 4D doğru cavabımız E variantı. Digər variantlara baxsaq, məsələn, İraq Səlcuq Sultanı Mahmudun Şirvanaya keçməsi 1123-dür. Yəni Didqo 4-cü Davidin ölümündən öncədir. Biz 4-cü Davidin ölümündən sonraya aid xüsusiyyət seçməliyik. A variantına çıxsaq məsələn, görürsünüz ki, işimiz asanlaşır məsələn. Sonra Şirvanın yenidən məziyyətlər tərəfindən idarə olunması. Məziyyətlər yox, kəsranilər yazmalı idi. Bu da yanlış məlumatdır. C-ni də çıxaq və cavabımız beləcə rahat şəkildə tapmaq olur. E variantı niyə səhvdir? Çünki Didqor döyüşündə Gürcülərin məğlubiyyəti deyil, Gürcülərin qələbəsidir. Yəni bu yürüşdə 1121-ci ildə olmuşdur Didqor döyüşü. Yəni çıxdaşından tapa bilərdiniz. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir? Səlcuq Canişinin mərkəzi bildiyimiz kimi 2 şəhərdir. Bu biri Gəncədir, biri də Beyləqandır. Burada da xəritəyə baxsaq, demək 5 Gəncə ərazisidir. Gəncəyə aid məlumat demək ki var. 2 Beyləqandır. 3 Şamaxı ərazisidir. Sonra 1 Marağa, 4 isə Təbriz ərazisi kimi qeyd olunub. Aha. İndi digər cavaba, demək məlumata baxaq. 12-ci yüzillikdə zəlzələ nəticəsində dağılmışdı. Bildiyimiz kimi Şamaxıdan söhbət gedir. Şamaxı zəlzələsi də 1192-ci ildə baş verib. Demək Şamaxıya aid də məlumat vardır. Burada Marağa və Təbrizə aid məlumat yoxdur. Doğru cavabımız B variantı. Bu müharibələr zamanı, yəni eradan əvvəl 264-146-cı illər. Romanın məqsədini istəyir bizdən. Aralıq dənizini qərbə nəzarət etmək doğrudur. Karfageni Roma imperiyasının nəzarətinə çevirmək. Roma imperiya dövründə deyildi həmin vaxtı. Burada diqqətli olmalıyıq. Respublika dövründə idi. Bütün İtaliya torpaqlarının Vatevdə birləşdirilməsi bu eradan əvvəl 3-cü əsrdir. Yəni bu müharibələrdən öncədir. Bu da yanlış məlumatdır. Siciliyanı ələ keçirmək bəli doğru cavabdır. Beləliklə cavabımız 1-4. İlxani Qazanxan və Bayandurlu Gödək Əhmədin yürütdüyü daxili siyasət nəticəsində. Qızıl Ordu qoşunların hücumlarının qarşısı alınmışdı. Bu İlxani Qazanxana aiddir. Yalnız Gödək Əhmədin dövründə Qızıl Ordu yürüşü yoxdur. Mərkəzləşmiş dövlət təşkil edilmişdir. Bu mərkəzləşmiş dövlət İlxani Qazanxana aiddir. Yəni çünki Laçinlər dövləti mərkəzləşmiş dövlət idi. Amma Gödək Əhməd mərkəzləşmiş dövlət yarada bilməmişdi ümumiyyətlə Ağqoyun dövləti. Çünki soyurqal paylayırdılar. Köçəri feodalların qiyamları baş vermişdi. Bu da doğru cavabımızdır. D variantı niyə olmaz? Çünki paytaxtı yeni şəhərə köçürülməsi heç birinə aid deyil. Hərbi xidmətə görə iqta torpaqları payına alınmışdı. Demək, İlxani Qazanxana aid eləmək olar. Amma Gödək Əhmədin dövründə iqta deyil, soyurqalı idi bu torpaqlar. Şimali Azərbaycanda həyata keçirilmiş 1870-ci kəndli islahatında nəzərdə tutulmuşdu. Bildiyimiz kimi bu islahat Sahibə kəndlərinə aid edilmişdi və burada Sahibə kəndlərinin feodal asılılığının ləğvi məsələsi öz əksini tapırdı. Ümumiyyətlə bu islahatda bağlı iki şey yadda saxlayın ki, burada iki şey ləğv edilib. Bir biyardır, bir də feodal asıllığıdır. Yəni torpağa görə asıllıq. Çünki bizdə təhkimçilik olmayıb. Ellervin diaqramına əsasən uyğunu müəyyən edin. Birinci Göytürk, Xəzər və Qarxanlı dövlətləri. Səlcuqlara qarşı mübarizə aparılması təbii ki, Qarxanlı və Qəznə dövlətlərinə aiddir. Burada Qarxanlı verildiyi üçün A-ya qeyd edək 3-ə. Əhalinin Kürşadın başçılığı altında üsyan qaldırması 639-cu ildə baş verib Kürşad üsyanı. Burada şahidlər çaşıb, səhvən bunu birinci Göytürkə aid edir. Amma qeyd edək ki, birinci Göytürk dövləti artıq 6-cı əsr 80-cilərində parçalanmışdı. Bu üsyan birinci və ikinci Göytürk dövlətlərinin yaranmasının mövcudluğunun aralığında baş verib. Heç birinə aid deyil. Kiyev knyazlığı tərəfindən süqutura alınmışdı. Təbii ki, Xəzər xaqanlığıdır 965-ci ildə 2C. Aşina soyuna mənsub olan 3 dövlətimiz var. Türk dövlətləri arasında birinci Göytürk, Xəzər və daha doğrusu demək birinci Göytürkdür, Qarxanlıdır və Xəzər xaqanlığıdır. Bu da hər üçünə aid xüsusiyyətdir. Ortaq götürürük. Axund dövlətinin bölüşdürməsində iştirak bildiyimiz kimi Axund dövləti 567-ci ildə süquta uğradılıb. Sasanilərlə birinci Göytürk bu prosesdə iştirak edib. E variantı da birinci Göytürkə aid edə bilərik. Doğru cavabımız 1, E, 2, C, 3, A, 4, D. D variantı. Qazaxda Baba Dərviş Naxçıvanda Kültəpə abidələrini aşkar edilmişdir. Bildiyimiz kimi bu erkən Tunc dövrünə aid ibarət evlərinin yerləşdiyi ərazilərdir. Göstərilənlər nəyin nəticəsidir? Fransa, Almaniya, İtaliya dövlətləri yarandı və Qərbi Avropa feodallığı başladı. Bu 843-cü ildə imzalanmış Verdə müqaviləsidir. Nəticədə də Frank imperiyası parçalanmışdı.
9-cu əsrdə xilafətə tabe olan ölkələrdə azad mübarizəsi genişləndi. Feodal münasibətlər inkişaf etdi, iri feodallar mərkəzi hakimiyyətə tabe olmaq istəməyib öz müstəqillərini elan etməyə başladılar. Belə şəraitdə Azərbaycanda bir sıra yeni dövlətlər yarandı. Bunlardan uzunömrlü Şirvanşah dövləti. Aha. Deyir, mətnə əsasən hansı nəticəyə gəlmək olar? Elə əsri verib burada 9-cu əsr, bildiyimiz kimi 9-11-ci əsr Azərbaycanda yeni feodal dövlətlərin yarandığı, feodal dağınıqlığın mövcudluğu dövrüdür və burada doğru cavabımız olar Abbasilər xilafətinin parçalanması. Digər variantlara baxsaq, məsələn, A variantı niyə səhvdir? Çünki burada feodal münasibətlərin əsası qoymuşdu. Feodalizm Azərbaycanda 3-cü əsrdə yaranıb. Biz isə 9-cu əsrdən danışırıq. Xilafətin icazəsi ilə bir sıra yeni dövlətə yaranıb. Bir sıra yeni dövlətə yaranıb, amma xilafətin icazəsi ilə yox. Xilafətin parçalanması nəticəsində yaranıb. Yəni buradan ərəb qoşunlarının, ərəb əmirlərinin qovulmasından sonra, yəni bura müstəqilliyin öz qazanmışdı. Yəni buna da təsir edən təbii ki, Xürrəmlər üsyanı idi. 9-cu əsrdə Əməvilər sülaləsi yoxdur burada. Abbasilər sülaləsinə qarşı yazılmalı idi azadlıq hərəkatı. Azərbaycanın şimalında ilk dövlətimiz bildik ki, Albaniyadır. Demək, ilk sözünə görə burada onu götürə bilmərik. Yəni Şirvanşahlar nəzərdə tutmur. Variantı doğru cavabdır. Zaman oxunda ABŞ-nin tarixinə aid hadisələrin xronoloji ardıcıllığı. Saratoga döyüşü 1777-ci ildə baş vermişdi. ABŞ qoşunları qalib gəlib. George Washington ilk prezident seçilməsi 1789-cu il prezident seçkiləri və İsrail bəyannaməsi 1776 4 iyul. Ardıcılığa baxsaq, birinci 3 gəlməlidir. Sonra 1 gəlməlidir. Sonra isə 2. Demək, doğru cavabımız 3, 1, 2. C variantı. Çar Rusiyası tərəfindən Şimali Azərbaycanda yaradılmış Komendar usulü üçün sərciyəvidir. Bildiyimiz kimi Komendar usulü ilk dəfə Gəncənin tutulması ilə yaranmışdı 1804-cü ildə. Bu proses xanlıqların ləğvi ilə davam eləmişdi fərqli illərdə. Nəhayət 1840-cı ildə də ləğv olmuşdu. Bu dövrdə də ərazilər komendantə tabe edilmişdi ki, komendantla əyalət, dairə və distansiyaları idarə edirdi. Elə doğru cavabımız A variantıdır. Digər variantlara baxsaq, məsələn, Qafqaz canişinliyi 1844-də yaradılıb. Bu dövrdə artıq Komendar usulü yox idi. Bakı şəhərində özün idarə orqanının, yəni demək, şəhər islahatı nəzərdə tutulur 1878. Cənubi Qafqazın Xəzər vilayəti və Gürcü Metropolitasının bölünməsi bu Komendar usulunun ləğvi ilə başlamışdı 1840-cı il aprel islahatı. Şamaxı binasının mərkəzinin Bakıya köçürülməsi Şamaxı zəlzələsi ilə 1859. Şotlandiya ilə aparılan müharibələr İngiltərin xəzinəsini xeyli boşaltmışdı. Xəzinəni doldurmaq üçün 1-ci Çarlz 1640-cı ildə vergiləri təyin etməyi icazə almaq üçün parlamenti çağırdı. Lakin istəyənə nail ola bilmədi. Krala tabe olmayan parlament 1653-cü ildə fəaliyyət göstərdiyində uzundərli parlament adlanmışdı. Mətn nəyi sübut edir? Bu dövrdə baş verən İngiltərə burcu inqilabını sübut edir. Doğru cavabımız B variantıdır. Digər variantlara baxsaq, burada Tudorlar yox, Stuartlar yazılmalı idi. C variantlı parlament monarxiya idarə etmə forması bu 1689-cu ildə hüquqlar haqqında bilinən meydana çıxacaq, hələ buna var. İngilis qoşunları Neysbidə Şotlandlara məğlub olmuşdu. Demək, Şotlandlar deyəndə ki, Neysbi döyüşü olub 1645-ci ildə, burada Vətəndaş müharibəsinin gedişidir. Burada da parlament ordusu qalib gəlib. Yəni Şotlandlar burada iştirak eləmir. Sonra parlament krala hərbi yardım etməkdən imtina etmişdi. Belə bir şey də olmayıb. Eldənizlər dövlətində Şəmsəddin Eldəniz hakimiyyət illərindən fərqli olaraq. Məhəmməd Cahan Pəhləvan hakimiyyət illərində Gürcülərə qarşı mübarizə bu hər ikisinə aid xüsusiyyətdir. Sənkar Bəndərin başçılığı ilə üsyan 1231-ci ildə Cəlaləddinə qarşı baş verib. Bu Məhəmməd Cahan Pəhləvandan sonralardır. Həmin dövrə düşmür. Paytaxt Həmədana köçürülmüşdü. Elə Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gələn kimi paytaxtı Həmədan şəhərinə köçürüb Naxçıvandan. Bu ancaq Məhəmməd Cahan Pəhləvana aiddir. İndi Qızıl Arslana baxaq. Şirvanşahlar Asiyaya salmışdır. Bu həm Eldənizdə var 1160-da, sonra Qızıl Arslanda var 1190-cı illər. İraq Səlcuq Sultanlığı məğlubiyyətə alınmışdı Həmədan döyüşündə 1190. Bu ancaq Qızıl Arslana aid xüsusiyyətdir. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə bu elə Məhəmməd Cahan Pəhləvandan. Daha doğrusu Şəmsəddin Eldənizdə də var. Demək, fərqli xüsusiyyət istədiyinə görə demək 3 və 5 doğru cavabımız olar. Demək, 17-ci yüzillikdə Səfəvilərin inzibati idarə etmə sisteminə aid deyil. Təbriz hakimlərinin Səfəvi ordusunun baş komandan vəzifəsini icra etməsi bu doğrudur. Mahalların naiblər deyil, qolbəyə yazılmalıdır. Cavabımız budur. Çünki bildiyimiz kimi mahal hakimi olan naiblər 17-ci əsrdən qolbəyə adlanır. Yunan koloniyalarının yaranmasının səbəbləri. Əhalinin sayının artması doğrudur. Yunanistanda əhkam sahələrinin azlığı səbəbindən köçürlər təbii ki, bu da doğrudur. Solan islahatının həyata keçirilməsinin adiyyəti yoxdur. Ümumiyyətlə Yunan koloniyaları eradan əvvəl demək 7-ci, 6-cı əsrlərdə meydana çıxmışdı. Və Qaradəniz sahələrində, Aradəniz sahələrində koloniyalar salınırdı. Ticarətin inkişafı da buna təsir etmişdi. Amma Yunanların Araq dənizində hakim qüvvəyə çevrilməsi bu eradan əvvəl 5-ci əsrdə olacaq.
İran-Əhəməni müharibəsi ilə. Doğru cavabımız 1, 2, 4. Qara Yusifin Şah İsmayıl ilə oxşar şah Təhmasibdən fərqli xüsusiyyəti qəşəng sualdır. Osmanlıya qarşı mübarizə Qara Yusif ya da Qaraqoyunlular Osmanlı ilə döyüşməyib. Azərbaycan cənubuna yeni dövlət əsasının qoyulması doğrudur. Qara Yusif Qaraqoyunlunun əsasını qoymuşdu. Şah İsmayıl Səfəvlərin paytaxt hərəkəsinin Təbriz idi, amma Şah Təhmasib dövlət yaratmayıb. Şirvanşahların əsas salınması da bəli hər ikisinə aid xüsusiyyətdir. 1412-də Qara Yusif, Şah İsmayıl da 1504-cü ildə Şirvanşahlar əsas salmışdı. Təhmasibdə isə bu xüsusiyyət yoxdur. Təhmasib Şirvanşahlar son qoyacaq. Doğru cavabımız 2-3. 4 niyə olmaz? Çünki Azərbaycanın Bakı dövlət tərkibində birləşdirilməsi ilə Təhmasibə aiddir. Bizə Təhmasibdən fərqli xüsusiyyət istəyir. Xanjarcılıq 100 illik müharibə başlaması 1337-ci il. 1-ci Otton Roma İmperatorluğunun ölməsi 962-ci il. Xaçların Təbəriyədə məğlub olması 1187, Vestfaliya sülhü 1648. Arıcılığa baxsaq, demək 2, 3, 1, 4. Yıldan əvvəl 7-ci yüzilin ortalarında Assuriyanın çətin siyasi vəziyyətdən xilas olması təsirli amillər. Bildiyimiz kimi həmin dövr Aşşer hakimiyyətdə idi və Aşşeri İşbakay ilə müttəfiqlik yaratmışdı. Amma İşbakayın ölümü və nəticədə İskitlərin Assuriyanın tərəfinə keçməsi buna təsir etdi ki, Assuriya bu çətin vəziyyətdən xilas oldu. Və sonra Aşşerin də məğlubiyyətə uğradan Aşşurbanipal onu taxtdan salmağı ilə bu prosesi tamamladı. Doğru cavabımız 2 və 3-dür. Manna hökmdarı bir də yazıb hökmdarın öz ordusu ilə Assuriya vardım etməsi bu Valinin dövrüdür. Sonra və ondan sonraki hökmdarların dövrü, yəni Assuriya təklənəndə kömək edirdilər. Bu sonraki dövrə aiddir, 7-ci əsrin ortasına aid deyil. 4 də ona görə səhvdir ki, demək doğrusu elə 4-ü götürməliyik biz, 3 yox. 3 də ona görə səhvdir ki, Assuriya milli əyanlarının Aşşerin hakimiyyətindən salması bu da Assuriyanın çətin vəziyyətdən xilas edən bir səbəb deyil. Birbaşa olaraq bu sualın cavabı İskit hökmdarı İşbakayın ölümüdür. Nəticədə bundan sonra İskitlərin demək Assuriyanın tərəfinə keçməsidir. Kirmanşah, Georges və Kürəkçay. Kirmanşah sulhu bildiyimiz kimi 1732-ci ildə imzalanıb. Georges 1802, Kürəkçay 1805. Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalını birinci mərhələyə çatdı. Bu 1813-cü ildə Gürcüstan sülhünə aid, heç birine aid deyil. Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Təbii ki, bu Kürəkçay müqaviləsinə aiddir. 3B. Demək, Araz çayından şimal olan Azərbaycan əraziləri üzərində Osmanlı hakimiyyəti saxlanıldı. Bu Kirmanşah sülhünün xüsusiyyətidir. Quba Lənkəran xanlıqları tərəfindən imzalanmışdı Georges müqaviləsi. Kür çayına cənubda yerləşən Xəzəryanlı vilayətlər Səfəv dövlətinə qaytarılırdı. Bu da demək Rəşd müqaviləsinin şərtidir 1732-ci ildə, amma burada Rəşd müqaviləsi verilməyib deyə onu götürmürük. Demək, situasiyanı oxusaz, burada Bayat savaşından söhbət gedir. Elə sualda da onu soruşur ki, bu haqqında bəhs olunan döyüşün adı nədir? Bayat savaşı. 1748-ci ildə baş vermişdi. Yəni Hacı Çələbi xanın Qarabağ üzərində yürüşü. Mənbədə bəhs olunan tarixi hadisədə hansı qüvvələr Hacı Çələbi xan müttəfiq olmuşdur? Burada Şamaxı xanlığını qeyd etməliyik və həmçinin demək Qarabağ xanlığı ərazisindəki məlikliklər. Və 90-cı sual, mənbəyə və tarixi bildiriklərinizə əsasən bəhs olunan döyüşün nəticələrini yazın. Nəticə odur ki, Şəki xanlığı məğlub oldu və nəticədə belə deyək, sonra yaza bilərik ki, Pənahəli xanın, yəni Qarabağ xanının nüfuzu artdı digər xanlıqlar içərisində. Çünki o 2 ay müddətinə öz xanlığını bu demək döyüşdə, yəni mühasirədən çıxarmağı, öz xanlığını mühasirədən çıxarmağı bacarmışdı. Bax belə. Bu qədər. Videonu bəyənməyi, paylaşmağı, nəticələrinizi rəydə bölüşməyi unutmayın. Sağ olun.